Salam dostlar, Qubadlıdayıq, gözəl yurdumuzdayıq, gözəl vətənimizdəyik. Elman qardaşımızla bir yerdə. Buyur Elman, sözün, savun, təəssüratların. Buyur. Valla təəssüratlarım o qədər genişdir, o qədər yaxşıdır, belə yaxşıdır. Bu 32 ildən sonra ki, bu torpaqlara gəlib çıxmışıq. Nə deyim valla, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz can sağ eləsin, müharibə işlərimiz can sağ eləsin, Allah ordumuzu qorusun. Allah prezidentimizi canı sağ eləsin ki, Ali Başkomandan kimi durdu başda, torpaqları axır ki azad olundu, şükür ona, şükür Allaha. Onun Allah canı sağ eləsin, Allah ona kömək olsun. Bir də bu erməni mıdarların ayağı bizim torpağımıza dəyməsin. Şükür, çox şükür, böyükünə şükür. Ne diyeyim, vətəndir, gözəldir, pisi də, yaxşısı da bizimdir. Amma pis, bir də heç nə yoxdur. Gözəldir, əladır. Havası gözəl, suyu gözəl, insanları gözəl, qəşəng şəraitimiz, 2 otaqlı ev veriblər bizə, qəşəng istirahət edirik, dincəlirik, elimiz obamızı gəzdik, Sadaqını gəzdik, Dəmirçiləri gəzdik, Xuduları gəzdik, Qubadlının çox yerlərini gəzdik, məhkəmə binasını, polis idarəsinin binasını, hər yeri gəzdim, xatirələrimizi yada saldıq. Allah ordumuzu qorusun, Allah millətimizə yaman gün göstərməsin, ne deyim deməsin. Allah Azərbaycan xalqını, Türk dünyasını qorusun, Allah canı sağ eləsin. Ki bu Türk dünyası bizə kömək oldu, bu torpağımız azad oldu, çox şükür. Erməni müddarlar buradan getdi, şükür sənə Xudaya. Vəhşi barbarlar keçib bütün bu ərazilərdən. Hər şey məhv edilir, hər şeyi. Yenə də bu mümkünə şükür, çox şükür. Sən də çox sağ ol, çəkiş yaparsan, Allah da sənin canını sağ eləsin, sağ ol. Sağ ol.